Əziz abituriyentlər, hər birinizi salamlayıram. Mən Vahid Vahidli, ingilis dili müəllimi olaraq bugündən etibarən YouTube kanalımda sizlərə yardım etməyə çalışacağam. Videolarda əsasən qayda tapşırıqları, listening, reading tapşırıqları və hər hansısa bir sınaq, test tapşırıqları ilə bağlı, qəbul imtahanları ilə bağlı nümunələr paylaşılacaq və burada əsas məqsədim abituriyentlərə hazırlıq prosesində yardım etməkdir. İlk mövzumuz göründüyü kimi noun mövzusudur, yəni isim mövzusudur. Və biz ilk başlanğıc olaraq ismin quruluşca növlərindən izaha başlayacağıq. Bölgüdən də göründüyü kimi isimlər quruluşca 3 yerə bölünür. Simple, yəni sadə isimlər, derivative, yəni düzəltmə isimlər, compound, yəni mürəkkəb isimlər olmaqla isimlər quruluşca 3 yerə bölünür. Burada mənim şagirdlərə həmişə əsas xəbərdarlıqlarımdan biri budur ki, bu quruluşları başlıq olaraq mütləq şəkildə tərcüməsini bilmək lazımdır. Çünki testlərin şərti özünüz də bildiyiniz kimi yalnız və yalnız ingilis dilində düşür. Yəni siz simple, derivative və compound sözlərinin mənasını bilməlisiniz ki, test şərtlərində bu sözlərdən istifadə edildikdə testin sizdən nə tələb etdiyini çox rahatlıqla anlaya biləsiniz. Üç başlığı bir-birindən fərqləndirmək məsələsində isə mənəm həmişə şagirdlərə tövsiyəm odur ki, burada düzəltmə isimləri biz ayırırıq kateqoriya olaraq və diqqət etsək, simple, yəni sadə isimlərin bir sözdən, mürəkkəb isimlərin isə 2 və daha çox sözdən ibarət olduğunu görürük başlıqda. Deməli, biz görüntü olaraq sadə isimləri və mürəkkəb isimləri bir-birindən çox rahatlıqla fərqləndirə bilərik. Diqqət edək, burada qeyd olunan isimlərin hər biri sadə isimlərdir. Tək bir kökdən ibarətdir, tərkibində əlavə hər hansısa bir şeydən istifadə edilməyir. Amma mürəkkəb isimlərə diqqət etdikdə isə, məsələn, blackboard sözü 2 sözün birləşməsindən yaranıb, moonlight sözü 2 sözün birləşməsidir. Toothbrush sözü də eyni qaydada 2 sözün birləşməsidir. Mother-in-law sözündə isə hətta 3 komponent birləşib bir mürəkkəb ismi yaradıbdır. Görüntüdən də göründüyü kimi sadə və mürəkkəb isimlər bir-birindən çox rahatlıqla fərqlənir. Bəs düzəltmə isimlər necə öyrəniləcək və necə fərqləndiriləcək? Burada biz isim düzəldən şəkilçiləri mütləq şəkildə bilib tanımalıyıq. Çünki burada qara rəngdə də görünən bu şəkilçilər məhz isim düzəldən şəkilçilərdir. Bu şəkilçilərin bizim üçün 2 əhəmiyyəti var. Gəlin belə düşünək, test şərtində bizim qabağımıza mənasını bilmədiyimiz bir söz düşübdür. Düşünək ki, development sözünün biz mənasını bilmirik və testin də şərtində düşüb ki, ismi seç və yaxud da düzəltmə ismi seç, mürəkkəb ismi seç. Bu başlıqdan qarşımıza bir test çıxıbdır. Söz olaraq da məhz development sözündən istifadə olunubdur. Əziz abituriyentlər, development sözünün tərkibindəki bu ment şəkilçisini görməklə mən 2 şeyi müəyyən edə bilərəm. 1. Bu söz isimdir, çünki ment isim düzəldən şəkilçidir. 2. Bu söz düzəltmə isimdir. Çünki tərkibində ment şəkilçisi olduğuna görə biz bu sözü düzəltmə isim kimi qəbul edirik. Digər şəkilçilər üçün də bu qayda eyni ilə keçərlidir. Burada əsasən isim düzəldən şəkilçilərin ən çox istifadə olunanlarını qeyd etmişəm. Təbii ki, əlavə şəkilçilər də var. Amma lövhədə gördükləriniz ən çox istifadə olunan şəkilçilər sayıla bilər. Bircə dənə burada əlavə mənim abituriyentlərə qeydim. Məhz bu istiqamətdə yazılan nümunəyə baxsaq, ship ilə bağlı qeyddir ki, ship abituriyentlərin adətən qarışdırdığı nümunələrdən biridir. Xüsusilə də diqqət edirsə, mən burada ship nümunəsini qeyd etməmişəm. Halbuki ship də isim düzəldən şəkilçilərdən biridir. Amma unutmamaq lazımdır ki, ship sözü ayrıcı olaraq müstəqil bir leksik mənası olan da bir sözdür, gəmi mənasında istifadə edilir. Ona görə mənim burada abituriyentlərə tövsiyəm odur ki, burada qeyd olunan sözləri mürəkkəb və düzəltmə olaraq öyrənsələr, rahatlıqla sözləri bir-birindən ayıra bilərlər. Burada qeyd olunan championship, leadership, friendship və hardship sözlərindəki ship isim düzəldən şəkilçidir. Ona görə də məhz bu sözlər quruluş olaraq düzəltmə isim hesab olunurlar. Və bu ship şəkilçisi burada bir növ Azərbaycan dilindəki lig şəkilçisinin qarşılığıdır. Çempionluq, liderlik, dostluq və çətinlik mənasında istifadə olunur və bu sözlər düzəltmə isimlərdir. Lakin aşağıda qeyd olunan warship, battleship və spaceship sözlərində ship sözü gəmi mənasındadır. Müstəqil bir leksik mənası var və bu nümunələr artıq 2 sözün birləşməsi sayılır. Müharibə gəmisi, döyüş gəmisi, kosmik gəmi mənalarında işlənir və ona görə də qeyd olunan bu sözlər məhz quruluşca mürəkkəb isimlər hesab olunurlar.
Növbəti ikinci başlığımız isə sayılan və sayılmayan isimlər haqqındadır gördüyünüz kimi. Amma bizim burada yenə bölgümüz 2 olaraq yox, 3 olaraq qeyd olunacaq. Diqqət edirsinizsə birinci başlığımız countable, ikinci başlığımız da countable-dır. Amma sayılan isimlər tək də ola bilər, singular tək və sayılan isimlər cəm də ola bilər, yəni plural cəm formada. Amma üçüncü başlığımız olan uncountable, yəni sayılmayan isimlər yalnız və yalnız tək versiyada, singular olaraq istifadə olunur. Deməli, buradan böldüyümüz bölgüdən belə bir nəticəyə gələcəyik ki, isimlər tip olaraq 3 cür ola bilər. Sayılan tək isimlər ola bilər, sayılan cəm isimlər ola bilər və sayılmayan isimlər ola bilər ki, sayılmayan isimlər yalnız tək versiyada olur. İlk olaraq biz bu 3 başlığın üçünü də ayrı-ayrılıqda sizlə öyrənməyə çalışacağıq. İlk başlığımız sayılan tək isimlərdir. Sayılan tək isimlərlə bağlı bizim test nümunələrində qarşılaşdığımız yeganə problem and artikellarının o sayılan tək isimlərin qarşısında işlənməsidir. Necə işlənməsidir? Gördüyünüz kimi aşağıda bir qayda formasında qeyd olunub ki, artiklı özündən sonra samit səs istəyir. Diqqət edirsə biz burada hərf yox, səs qeyd eləmişik. Artiklı isə özündən sonra sait səs istəyir. Yəni, biz bu iki artiklın istifadəsi zamanı sözün yazılışına yox, məhz tələffüzünə, deyilişinə baxıb bu iki artikldan birini müəyyən edəcəyik. Yuxarıda qeyd olunan isimlərdə gəlin artiklın işlənmə qaydasına baxaq. İlk sözümüz student sözüdür, hansı ki bu sözün tələffüzü zamanı ilk səs s səsidir, yəni samit səsdir. Ona görə də qarşısında artiklı qeyd olunub və student olaraq yazılıbdır. Növbəti sözümüz table sözüdür. Hansı ki burada da ilk səs t səsidir, samitdir. Ona görə yenə artiklından istifadə olunur. Növbəti üçüncü sözümüz idea sözüdür. Bu sözün tələffüzü a səsi ilə başlayır. Ona görə sait olduğu üçün artiklından istifadə olunur. Amma buradan sonrakı digər sözlər isə yazılış və tələffüzündə ilk hərf və səs fərqlənən sözlərdir. Bu sözlərdə biz daha yaxşı bu iki artiklın istifadəsini görə bilərik. Məsələn, birinci sözümüz uniform sözüdür. Hansı ki, diqqət eləsək görərik ki, bu sözün yazılışında ilk hərf saitdir. Lakin tələffüz zamanı uniform, y səsi ilə söz başlayır. Bu samitdir və ona görə də qarşısında gördüyünüz kimi artiklı istifadə olunur. Yəni, biz bunun yazılışına baxsaydıq, bura yazacaqdıq. Amma yazılışa yox, tələffüzə baxmalı olduğumuz üçün uniform şəklində qeyd olunur. Növbəti sözümüz our sözümüzdür. Tələffüzdə ilk səs a səsi kimi səslənir. Amma biz yazılışa baxsaq, burada ilk hərfin h hərfi olduğunu, yəni samit hərfi olduğunu görəcəyik. Samitə görə biz əslində yazmalıyıq. Amma bizim üçün yenə də qeyd etdiyim kimi önəmli olan sözün yazılışı yox, məhz tələffüzüdür. Tələffüzdə də ilk səs sait olduğu üçün our şəklində qeyd edirik. Növbəti birləşmə şəklində olan nümunəmizə baxırıq. MP3 player şəklindədir. Bu şagirdləri ən çox çaşdıran nümunələrdən biridir. Çünki burada diqqət edirsinizsə M hərfi gəlibdir, bu samitdir. Amma əziz abituriyentlər, buranın tələffüzünə diqqət etsəniz hər şey sizin üçün daha aydın olacaq. Yəni MP3 deyirik, M. İlk dediyimiz E-dir, yəni səs olaraq. Və E də sait olduğu üçün məhz biz onun qarşısında gördüyünüz kimi artiklından istifadə etmişik. Təkrar vurğulayıram. Artikl müəyyən edərkən ki, bura Z artiklı da aiddir. Bax, bunu da bir haşiyəyə çıxıb vurğulamaq istəyirəm. Bizim bu danışdığımız qaydalar sadəcə E və N artiklları üçün keçərlidir. Z artiklı üçün bu qayda keçərli deyil. Növbəti sözümüz university sözüdür. Eyni uniform sözündəki tələffüzə bənzəyir. İlk səs gördüyünüz kimi, daha doğrusu ilk hərf saitdir. Amma tələffüzdə, səslənmədə university deyirik, y səsindən istifadə edirik və samit olduğu üçün yenə qarşısına artiklını yazmışıq. Və sonuncu, yenə birləşməyə diqqət eləsək, European country ifadəsində ilk hərf saitdir. Amma biz hərfə yox, məhz səsə baxmalıyıq. Səslənmədə isə bu ifadə European country şəklində tələffüz olunur. Yəni burada ilk səs y-dır, samitdir və samit olduğuna görə də məhz qarşısında artiklından istifadə edib düzgün cavabı tapırıq. Gördüyünüz kimi sayılan tək isimlərin qarşısında mütləq şəkildə artikllarından birini istifadə etməlisiniz. Bununla bağlı toplu nümunələrdə də, dimin digər nümunələrində də, əlavə testlərdə də test nümunələri qarşınıza mütləq şəkildə çıxacaq.
Yəni sayılan tək isimlərin qarşısını boş qoymadan biz boş qoymamalıyıq. Yəni mütləq şəkildə ora artikel istifadə etməliyik. Artikeldən hansı formada istifadə edəcəyimizi izah etdik. Növbəti başlığımız sayılan cəm isimlərdir. Cəm isimlərdə bizim iki cəm şəkilçimiz var. Gördüyünüz kimi S və ES şəkilçiləridir. İsimlər bizim dildəki larilər şəkilçisi kimi qəbul edək. İsimlər bu iki cəm şəkilçisinin sayəsində cəmlənə bilirlər. Amma burada mən bir məsələni də qeyd edəcəm ki, nümunələrdə də yazmışıq, baxacağıq da. Biz bayaq sayılan tək isimlərin qarşısında artikeldən mütləq istifadə edirdik. Və elə artikel yalnız və yalnız sayılan tək ismə aiddir. Biz artıq cəm ismə keçid etdiyimiz zaman həmin artikellərdən istifadə etməyəcəyik. Onun əvəzinə ismin sonuna qeyd olunan SES şəkilçilərindən birini əlavə edəcəyik. Nümunələrə baxaq. Burada da iki şəkilçimiz olduğunu nəzərə alsaq, həm S var, həm ES var. Necə ki, bayaq iki artikelimiz var idi, həm E, həm N artikelləri və hərəsini ayrı-ayrı hallarda istifadə edirdik. Eyni şəkildə iki dənə də cəm şəkilçimiz var və o iki şəkilçini də biz fərqli-fərqli hallarda istifadə edirik. Bu hallar hansılardır? Əgər ismin sonu, bax burada qeyd olunan S, CH, SH və X ilə bitərsə, kitablarda bəzən orada əlavə sonluqlar da verilir, amma həmin əlavə sonluqların istisnaları olduğu üçün mən onu ayrıca şəkildə sizə danışacağam. Bu 4 dənə başlıq istisnası olmayan başlıqlardır. Daha doğrusu sonluqlardır, başlıq deməyək. İsmin sonu S, CH, SH və X ilə bitərsə, bu halda biz həmin ismi cəmləyərkən ismin sonuna ES əlavə edirik. Gəlin baxaq. Məsələn, bas sözü tək halda EBAS olaraq qeyd olunub, gördüyünüz kimi sonu S-ləndir. Sonu S-lə bitən ismi cəmləyəndə biz ES-dən istifadə edirik. Bench sözünün sonu CH-ləndir. Cəmlənərkən ES əlavə olunub. Fox sözünün sonu X hərfi ilə bitib, cəmlənərkən məhz yenə ES-dən istifadə edirik. Digər sonluqlarda isə, yəni S, CH, SH və X olmayan sonluqlarda isə bizim cəm şəkilçimiz bütün hallarda S şəkilçisi olur. Məsələn, student sözünün sonu T ilə bitib və T ilə bitdiyinə görə cəmlənərkən students olub. Sadəcə S əlavə olunub. Book sonu K hərfi ilə bitib, books şəklində cəmlənən cəm forması S qəbul etməklə düzəlibdir. Yəni gördüyünüz kimi sadəcə bu sonluqlara ES artırırsınız, yerdə qalan sonluqlarda isə S cəm şəkilçisindən istifadə edirsiniz. Bayaq qeyd etdiyim kimi bəzi sonluqlar var ki, onların ikili formaları var, istisnaları var. Ona görə biz o sonluqlardan ayrıca danışacağıq. Həmin sonluqlardan biri sonu F və FI hərfi ilə bitən sözlərdir. Hansı ki, sonu F ilə və FI ilə bitən sözləri biz cəmləyərkən F hərfini, nümunənin tərkibindəki F hərfini V hərfinə çevirəcəyik və cəmlənərkən də ES-dən istifadə edəcəyik. Gəlin nümunələrdə baxaq. Məsələn, leaf sözünün sonu F ilə bitib, cəmlənərkən diqqət edirsə F çevrilib V-yə və ES əlavə olunubdur. Knife sözünün sonu F-I ilə bitibdir. F-I ilə bitəndə də yenə eyni qayda keçərlidir ki, F-V ilə əvəzlənir. Gördüyünüz kimi burada da F-V ilə əvəzlənib və sonuna yenə ES əlavə olunub, knives şəklində qeyd olunubdur. Son sözümüz də məsələn wife sözüdür. Burada da yenə sözün sonu F ilə bitib. Yenə gördüyünüz kimi F-V-yə çevrilib və sonuna da ES əlavə olunub. Bu, F ilə bitən və F-I ilə bitən sözlərin cəmlənmə qaydasıdır. Lakin burada bizim istisna sözlərimiz var. Hansı ki, aşağıda gördüyünüz roofs, chiefs, cliffs. Burada bir dənə handkerchiefs sözü də var. Onun da sonu chief ilə bitdiyinə görə əlavə sizi sözlə yormaq istəmədim. Ona görə sadəcə 3 söz qeyd eləmişəm burada. Ki, testlərdə də məhz bu 3 söz istifadə olunur. Roofs, chiefs və cliffs sözləri yuxarıda danışılan qaydaya aid deyil, istisna sözlərdir və bu sözlər cəmlənərkən heç bir dəyişiklik baş vermir, F əvəzlənməsi baş vermir və sözün sonuna sadəcə S əlavə olunmaqla biz bu sözləri cəmləyə bilirik. Növbəti başlığımız sonu O hərfi ilə bitən isimlərin cəmlənmə qaydasıdır. Hansı ki, qayda belədir. Əgər ismin sonu O hərfi ilə bitərsə, o cəmlənərkən biz onun sonuna ES şəkilçisi əlavə edirik. Məsələn, nümunələrdə də gördüyünüz kimi hero sözünün sonu O hərfi ilə bitibdir və cəmlənərkən biz ES şəkilçisindən istifadə etmişik. Həmçinin potato O hərfi ilə bitib, cəmlənərkən ES əlavə olunubdur. Lakin
Bu qaydanın istisnası var, özü də çoxdur. Mən həmişə şagirdlərə də bildirəm ki, bəlkə də ən çox istisnası olan qaydadır. Hətta şagirdlər burada istisna sözlərinin sayını daha çox bilirlər, nəinki nümunənin özünə aid olan sözləri. Aşağıda qeyd olunan piano, solo, zero, foto, kilo, kimono, studio və video sözləri istisnadır. Yəni, bu sözlər o hərfi ilə bitsə də, hər biri cəmlənərkən o sözlərin sonuna sadəcə və sadəcə s əlavə olunur. Yəni, bu sözlərdə biz es-dən yox, gördüyünüz kimi sadəcə s cəm şəkilçisindən istifadə edirik. Cəm şəkilçisinə aid sonuncu qaydamız isə sonu y hərfi ilə bitən isimlərin cəmlənmə qaydasıdır. Hansı ki, sonu y ilə bitən isimlərin iki cür cəmlənmə qaydası var. Birinci qayda odur ki, əgər ismin sonu y ilə bitibsə, biz bu halda y-dan əvvəlki hərfə baxırıq. Əgər y-dan əvvəlki hərf samit olarsa, y hərfi ay hərfinə çevrilir və es əlavə olunur. Nümunələr üzərində buna baxaq. Məsələn, baby sözü gördüyünüz kimi y hərfi ilə bitib və y hərfindən də əvvəl b hərfi, yəni samit hərf gəlibdir. Bu halda gördüyünüz kimi, bax, burada y hərfi ay hərfinə çevrilir və sonuna es əlavə olunur. City sözü yenə eyni qaydada y hərfi ilə bitib, y hərfindən əvvəl t hərfi, yəni samit hərf gəlib və yenə eyni qaydada y hərfi ay hərfinə çevrilib və es əlavə olunur. Bu birinci qayda. İkinci qayda isə y hərfindən əvvəl sait hərf gəldikdə olan durumdur. Bu halda biz sözün sonuna sadəcə s cəm şəkilçisi əlavə etməklə bu sözü cəmləyə bilərik. Nümunə kimi burada etoy sözünə baxa bilərik ki, söz y hərfi ilə bitib və y hərfindən əvvəl o hərfi, yəni sait hərf gəlibdir. Və gördüyünüz kimi cəmlənərkən biz sözün sonuna sadəcə s əlavə etmişik. Digər bir nümunə monkey sözü, sözün sonu y hərfi ilə bitib, y hərfindən əvvəl i hərfi, yəni sait hərf gəlibdir və yenə cəmlənərkən gördüyünüz kimi sadəcə s cəm şəkilçisində sözü cəmləmişik. İsimlərin cəm şəkilçisi ilə cəmlənmə qaydasını yekunlaşdırdıq. Buradan sonra danışacağımız isimlər isə artıq istisna isimlərdir. Hansı ki, bu isimlər müəyyən başlıqlar altında birləşir və fərqli yollarla cəmlənirlər. Məsələn, diqqət eləsəz, hal-hazırda danışdığımız başlıq kökdən dəyişərək cəmlənən isimlərdir. Kökdən dəyişənlər hansılardır? Gördüyünüz kimi, emən bu sözün tək versiyasıdır. Cəmdə isə men olaraq dəyişir. Yəni, biz onu məns olaraq, yəni s əlavə edərək cəmləmirik. Gördüyünüz kimi, söz kökündən dəyişərək cəm formasına keçir. Emən kişi, men isə kişilər olaraq işlənir. Women qadındır, women qadınlar olur. Yenə gördüyünüz kimi, kökdən dəyişmə var, s yoxdur. Child, children, ox və oxen sözləri də yenə eyni qaydada kökdən dəyişərək olan isimlərdir. Mən burada şagirdlərə biraz bölgüdə həmişə nəyə tövsiyə edirəm? Diqqət edirsinizsə, bu iki sözün kökdən dəyişmə formaları bir-birinə bənzəyir. Eyni qaydada child və ox sözləri sonuna en əlavə etməklə cəmlənir. Yəni, bunların da kökdən dəyişməsi bir-birinə bənzəyir. Növbəti üç söz isə goose, food və to sözləridir ki, bu sözlərin cəmlənməsi zamanı o hərfləri i hərfləri ilə əvəzlənir. Bunları da bu formada yadda saxlaya bilərsiniz. Və sonuncu mouse və louse sözləri də, hansı ki, louse bit deməkdir, mouse siçandır. Bu sözlərin cəmlənməsi də yenə görüntü olaraq bir-birinə bənzədiyi üçün şagirdlərə tövsiyəm odur ki, ardıcıllıq olaraq bu sözləri bu formada yadda saxlasaz, bu sözlərin hər birini xatırlaya bilərsiniz, yəni arasından hansısa biri yadınızdan çıxmaz. Çünki hər biri 2, 2, 3, 2 formasında bölünürdür. Və sonda bu sözlərlə bağlı bizim çıxartdığımız yekun nəticə nə olur? Hansı ki, bu nəticə bizim testlərdə ən çox qarşımıza çıxan məsələdir. Aşağıda da gördüyünüz kimi man's, child's, children's kimi yanlış nümunələri yazıb üstündən xətt çəkilibdir. Səbəb bu isimlər kökündən dəyişərək cəmlənən isimlərdir. Yəni, bizim bayaqdan danışdığımız S cəm şəkilçisi ilə cəmlənmə qaydasına bu isimlər aid deyirlər. Ona görə də bu isimlərin nə tək versiyalarına, nə də cəm versiyalarına heç bir halda S cəm şəkilçisi artırmaq mümkün deyil. Bir digər başlığımız isə tək və cəm forması eyni olan isimlərdir. Gördüyünüz kimi tək bərabərdir cəm formasında ipucu olaraq qeyd olunmuşam başlıqda. Hansı ki, burada qeyd olunan isimlərin görüntüdən də gördüyünüz kimi tək və cəm hallarını bir-birindən fərqləndirən yeganə şey, bax, onların qarşısında işlənən artikellardır.
İrəli mövzularda, xüsusilə də əvəzli quantifiers mövzularında bu fərqləndirmələrin çeşidləri biraz daha çoxalır. Məsələn, qısaca belə izah edə bilərəm ki, məsələn, this, dear yazılanda biz bu situasiyada da onun təkli olduğunu anlayırıq. Çünki this əvəzliyindən sonra tək isimlər işlənir. Amma yox, əgər məsələn this, dear şəklində nümunə çıxanda biz anlayırıq ki, burada dear sözü cəmdədir. Amma bu formada qarşımıza çıxan nümunələrdə əgər bu isimlərin qarşısında artikel varsa, biz onları təkdə, yox əgər artikel yoxdursa, biz onları cəmdə qəbul edirik. Yəni, a deer bir maraldır, deer isə marallardır. A fish balıq, fish balıqlar. A swine donuz, swine donuzlar. A sheep qoyun, bir qoyun. Sheep isə qoyunlar şəklində, yəni cəmdə olmaqla tərcümə olunur. Və aşağıda gördüyünüz başlıq bizim az öncə qeyd etdiyimiz kökündən dəyişən isimlərdəki başlıqla eynidir. Necə ki, biz kökündən dəyişən isimlərin sonuna heç bir halda SES cəm çeşidçisi artırmırdıq, çünki onlar kökündən dəyişərək cəmlənirdi. Eyni qayda burada təki və cəmi eyni olan isimlərə də aiddir. Hansı ki, biz bu isimlərin də sonuna gördüyünüz kimi heç bir halda SES əlavə etməyəcəyik. Çünki bu isimlər cəmlənərkən SES qəbul etmirlər. Gördüyünüz kimi, elə tək və cəm formalarının görüntüləri də bir-birləri ilə eynidir. Sadəcə artikel vasitəsilə bir-birindən fərqlənirlər. İsimlərin fərqli yollarla cəmlənməsinin sonuncu başlığı isə həmişə cəmdə olan isimlərdir. Diqqət edirsə, həmişə cəmdə olan isimlərin qabağından mən 1 yazmışam, çünki bunun bir ikinci başlığı da olacaq. Onu da bu hissədən sonra ayrıca olaraq izah edəcəm. Həmişə cəmdə olan isimlər, diqqət edirsə, burada isimlər qeyd olunub. Əslində bu isimləri şagirdlər üçün öyrənmək çox da çətin olmur. Çünki bu isimlərin hər birinin sonunda bir S var və şagirdlər elə onun cəm şəkilçisi kimi, əslində belə deyir, sözün özüdür. Şagirdlər onu cəm şəkilçisi kimi qəbul edib və bu isimləri rahatlıqla cəmdə qəbul edə bilirlər. Amma mənim həmişə şagirdlərə tövsiyəm nədir? Bu isimləri əzbərləməkdənsə, bu isimlərin mahiyyətini anlasaq, ki, söz olaraq onsuz da rahat sözlərdir, biz onları mənalarını bilirik demək olar əksəriyyətinin. Bu sözlərin mahiyyətini anlasaq, bu başlığı öyrənmək bizim üçün daha rahat olacaq. Nə izah etmək istəyirəm burada? Diqqət edirsinizsə, Azərbaycan dilindəki sözlərin tərcümələrinə baxsaq, buradakı isimlərin hər biri ya cüt şəklində olan bir əşyadır, ya da iki hissədən ibarətdir. Məsələn, ayaqqabı 2 dənə cütlə olan bir əşyadır. Əlcək cütlə olan bir əşyadır. Eynək 2 hissədən ibarətdir. Maşa, binokl, qulaqlıq və digər sözlərin də hər biri gördüyünüz kimi 2 hissədən ibarət olan isimlərdir və yaxud da cütlə olan isimlərdir. Hansı ki, ingilis dilindəki bu isimlərin hər biri yalnız və yalnız cəmdə hesab olunur. Yəni, bu sözlərin elə bu gördüyünüz formaları cəmdədir. Onları artıq cəmləməyə ehtiyac yoxdur və biz onları tək formada da istifadə edə bilmirik bu şəkildə. Və növbəti həmişə cəmdə olan isimlərin ikinci başlığıdır. Bayaq ki, qeyd edildiklərimiz birinci başlığı idi. Həmişə cəmdə olan isimlərin ikinci başlığı isə lövhədə gördüyünüz digər isimlərdir. Hansı ki, people, police, poultry, gentry, goods, cattle, stairs və closes isimləri həmişə cəmdə olan isimlərə aiddir. Bu isimlərdə az öncə danışdığımız o 2 hissədən cütlə olan isimlər kimi həmişə cəmdədirlər. Bu sözləri artıq əzbərləməyinizi tövsiyə edirəm. Çünki bayaqki isimlər müəyyən bir məntiqlə, müəyyən bir uyğunlaşdırma ilə yadda saxlamaq mümkün olan isimləridir. Lakin burada qeyd olunan isimlər isə xüsusilə də məsələn cattle-dır, gentry-dir, poultry-dir, people, police sözləridir ki, onları bilmədiyimiz halda cəmdə olduqlarını göstərən heç bir xüsusiyyətləri yoxdur bu isimlərin. Ona görə də bu isimləri əzbərləməmiz lazımdır ki, cəmdə olduqlarını və testlərdə də cəm ismi seç başlığında seçmək, digər isimləri seç başlığında isə o variantları silmək üçün bu sözlər bizə lazım olacaq. Bu sözlərin arasında müəyyən istisnalar, qaydalar var. Hansı ki, birinci nümunəmiz polis sözünə aiddir. Və qeyd olunduğu kimi polis həmişə cəmdə olan isimlərimizdən biridir. Aşağıda da qeyd edirəm ki, polis cəm isimdir. Lakin bir polis şəxsi göstərmək üçün digər versiyalardan istifadə edirik. Hansı ki, burada policeman sözü artıq təkdə hesab olunur ki, gördüyünüz kimi qarşısında artikelini qeyd eləmişik artıq. Təkdədir. A police officer və yaxud da a police woman da ola bilər qadın olduğu halda ki, bu nümunələr artıq təkdə hesab olunur və bu nümunələrin də cəmlənmə versiyası yenə məsələn mən sözü az öncə danışdığımız kimi kökündən dəyişən bir isim olduğu üçün policeman sözü təkdədir. Onun cəm versiyası isə policeman olaraq cəmdə olur. Və yaxud da police officer sözünün cəm versiyası police officers
sonuna s artırmaqla cəmləyib başqa formalarını bu sözlərin düzəldə bilərik. Bu hissədə bir əlavə qeyd edəcəyimiz söz də people sözüdür. Hansı ki, burada qeyd eləmişik ki, people sözü həmişə cəmdə olan isimlərdən biridir və tərcüməsi də insanlardır. Lakin people sözünün gördüyünüz kimi əlavə olaraq bir xalq mənası da var və həmçinin insanlar mənası da var. Və bu artıq people sözü haqqında iki fərqli qayda çıxarır ortaya. Xalq sözü kimi people adi isimlərdən biridir. Yəni tək də ola bilər, cəm də ola bilər, dəyişməyimizdən asılıdır. Lakin insanlar mənasında o həmişə cəmdə olan isimdir. Ona görə mən burada şagirdlərə həmişə tövsiyəni necə edirəm ki, bu sözlərin xalq və insanlar mənasını bir-birindən necə fərqləndirsinlər. Əgər people sözü ilə en artikelləri, ses cəm şəkilçisi işlənirsə, deməli o xalq mənasındadır. Yəni xalq mənasında o en artikellərini və sesi qəbul edə bilir. Yox, əgər en, ses yoxdursa, deməli bu halda onun mənası insanlar mənasındadır. Gəlin nümunələrdə baxaq. Məsələn, people sözü çıxdı qabağımıza. Artikel yoxdur, s yoxdur. Artikel və ses yoxdursa, deməli insanlardır. Gördüyünüz kimi people'ın buradakı mənası insanlar olurdu. Aşağıdakı nümunə a people, qabağında artikel var. Artikel varsa deməli mənası xalqdır. Yəni a people sözünün tərcüməsi xalq olacaq. Peoples, sonunda gördüyünüz kimi s var. S olanda yenə məna xalqdır. Deməli peoples sözünün mənası xalqlar deməkdir. Five people. Görürsünüz burada s yoxdur və həmçinin də artikel də olmaz onsuz da, çünki rəqəmin işlətmişi artıq çoxluqdur. Amma yenə də s yoxdur deyə biz bu nümunəni qəbul edirik və insanlar mənasındadır. Yəni five people-ın mənası 5 insan deməkdir. Və sonuncu five peoples ifadəsinə baxırıq. S var sonunda. S varsa deməli xalq mənasındadır. Və demək ki, five peoples ifadəsinin mənası da 5 xalqdır. Bunu nəyə görə vurğuluram? Çünki bəzi şagirdlər people sözünün sonuna ss artırıldığını görəndə dərhal həmin variantı silirlər ki, bu yanlışdır. Çünki people sözü cəmdədir. Cəmdə olan bir isimdə ss qəbul edə bilməz. Bəli, insanlar mənasında bu dediyiniz keçərlidir. Lakin xalq mənasında olsa bu dediklərimiz artıq yanlış olacaq. Çünki xalq mənasında people sözü ss cəm şəkilçisini, en artikellarını qəbul edə bilir. Və yekun olaraq bir neçə dənə əlavə qeydimiz olacaq, hansı ki, lövhədə hal-hazırda bəzilərini görürsünüz. Birinci qeydimiz ondan ibarətdir ki, bu bizim cümlə və söz, ifadə şəklində çıxan testlərimizdə kifayət qədər qarşımıza çıxan bir qaydadır. Hansı ki, qayda Azərbaycan dilindən biraz zid bir qaydadır. Azərbaycan dilində biz 5 kitab deyirik və 5 çox olsa da ardıca gələn isim, yəni kitab ismi təkdə olur. 5 kitablar demirik. Amma ingilis dilində rəqəmlər və isimlər bir-birindən mütləq şəkildə uzlaşırlar. Ona görə rəqəm üstəgəl cəm isim qaydasından istifadə edilir. Yəni rəqəm deyəndə biz burada əlbəttə ki, 2 və daha çox rəqəmi nəzərdə tuturuq. 1 bura aid deyil ki, biz 1 olaraq onsuz en artikellarından istifadə edirik. Rəqəm üstəgəl cəm isim qaydasından istifadə edəcəyik. Yəni five book ifadəsi yanlışdır. Onun əvəzinə biz five books ifadəsindən istifadə edəcəyik və hər bir rəqəm özündən sonraki ismi mütləq şəkildə cəmdə tələb edəcək. Növbəti qaydamız isə, mən burada xüsusilə bilərəkdən bu iki ismi qeyd eləmişəm, çünki test nümunələrimizdə də məhz bu iki isimdən istifadə olunur. Bir də əlavə olaraq bəzən qarşınıza mother-in-law sözünün sister-in-law, brother-in-law, father-in-law tipli versiyaları çıxa bilər, amma yəni kateqori olaraq eyni isim kimi sayıram mən onları. Bu iki isim cəmlənərkən, normalda burada yuxarıda məsələn gördüyünüz kimi biz book sözünü cəmləyərkən sonuna s artırmışıq, books eləmişik. Idea sözünü cəmləyərkən ideas, table sözünü cəmləyərkən tables və sair bu formada sözləri cəmləyirik. Lakin gördüyünüz bu iki isim cəmlənərkən onların cəm şəkilçisi, bunlar xüsusilə də mürəkkəb isimlərdir, 2 dənə, sözün sonuna artırılmır. Yəni gördüyünüz kimi mother-in-law sözünün sonunda biz s law və chief sözlərindən sonraya artırmamışıq. Mother və editor sözlərinə əlavə olunub s cəm şəkilçisi və məhz bu sözlərin tək versiyası s olmayan, cəm versiyası isə s-in mother və editor sözlərində olan versiyalarıdır. Bu iki sözü nəzərinizdə saxlayın və bu iki sözü cəmləyərkən, həmçinin də qeyd elədiyim sister-in-law, brother-in-law, father-in-law sözlərini cəmləyərkən s cəm şəkilçisini sözün sonuna yox, ortadakı ilk sözə artırmağımız nəzərdə tutulur. Və isimlərin cəmlənməsi ilə bağlı sonuncu qeydimiz isə mürəkkəb isimlərdə cəmlənmə qaydasıdır. Mürəkkəb isimlərin tərkibində əgər man və woman sözlərindən istifadə edilərsə, bu halda cəmlənmə qaydası 2 cür olur. Əgər man və woman sözləri mürəkkəb ismin birinci tərəfi, ilk tərəfi olarsa,
Məsələn, diqqət edin, a man driver sözündə mən sözü mürəkkəb ismin birinci tərəfidir. Bu halda biz bu mürəkkəb ismi cəmləyərkən, yəni a man driver ismini cəmləyərkən hər iki tərəfi, yəni mürəkkəb isminin hər iki tərəfini ayrı-ayrılıqda cəmləməliyik. Gördüyünüz kimi man sözü çevrilib man olur, driver sözü çevrilib drivers olur. Yəni a man driver sözünün cəmi man drivers olaraq dəyişir. Yox, əgər man və woman sözləri mürəkkəb ismin ikinci tərəfi olarsa, məsələn, a postman sözündə gördüyünüz kimi man sözü bu dəfə mürəkkəb ismin ikinci tərəfidir. Bu halda biz yalnız və yalnız o man və ya woman sözlərinin özünü cəmləyirik. Ona görə də postman sözünün cəmi gördüyünüz kimi postman olaraq çevrilibdir.